Deməli, getdik nəyə? Üslü və loqaritmik funksiyalar. Birinci Nihat, üslü funksiyanın nə olduğuna baxaq. Yəni üslü funksiya nədir, nəyə deyilir? Bizə imtahanda hansı tip suallar düşə bilər? Gəl ona baxaq. Ekran paylaşdım, görsənir. Bəli, mənim görsən. Deməli, y bərabərdir a üstü x funksiyasına nə deyilir Nihat? Üslü funksiya. Bəli, Düzdürmü? bəli. Üslü funksiya. Burada mütləq yadında saxla, a hər zaman nə olacaq? Sıfırdan böyük olacaq. Yəni sən y bərabərdir. Məsələn, mənfi 2 üstü x görsən, bu üslü funksiya deyil. Sadəcə ifadədir, hər nədirsə bizə aidiyyəti yox. Aydındırmı? Bəli, mənim aydın. Tamam. Bir də a birdən fərqli olmalıdır, yadında saxla. A fərqli olmalıdır birdən. Məsələn, 1 üstü x də ola bilməz və yaxud da hər hansı bir mənfi ədədin üstü x də üslü funksiya deyil. Bura qədər aydındır? Bəli, mənim aydındır. Tamam. İndi üslü funksiyanı növ olaraq bölsə biz iki qrupa bölə bilirik. Birinci, əgər a böyükdürsə birdən, bu üslü funksiyaya artan üslü funksiya deyiləcək. Məsələn, y bərabərdir 2 üstündə x. Bu artandır. Məsələn, 2 üstü 1, 2. 2 üstü 2 eləyir 4. 2 üstü 3, 8. 2 üstü 4, 16. Getdikcə nə edir? Artır. Düzdürmü? Artır. Və bu mütləq ki, sən qrafikini əzbərdən bilməlisən. Artan funksiyanın qrafiki hamısında eynidir. Yəni, məsələn, 2 üstü x daha, 3 üstü x daha, 10 üstü x hamısında eyni şəkildə gələcək və budur. Qrafik budur. Burada bir qeyd edirsən. Bəs bu 1 hardan gəlir? X-in yerinə 0 qoyanda, məsələn, 2 üstü 0 nəyə bərabərdir? 1-ə. Yəni, üstü funksiyada minimal olaraq o 1-i alacaq. Aydındır mı? Aydındır mən. Bir də bunun azalan olması var. Nə zaman azalan olacaq səncə? İkinci şərtimiz. A kəsr ədəd olanda. 1-dən kiçik, 0-dan böyük olduqda nə olur? Azalan. Azalan. Deməli, tutaq ki, məsələn, y bərabərdir, elə 2 ilə 1 üstü x yazaq. Məsələn, Nihat, 2 ilə 1 üstü 1 elə 2 ilə 1-ə bərabərdir. 2 ilə 1-in kvadratı 4-də 1-ə bərabərdir. Kubu 8-də 1-ə bərabərdir. Üstü 4 olanda 16-da 1-ə bərabərdir. Məxrəc böyüyür, sürət olduğu kimi qalır. Deməli, nəyə necə getsə kiçiləcək. Bu da nə oldu? Azalan funksiya oldu. Azalan üslü funksiya. Bunun qrafiki deməli nə olacaq? Elə bil əksinə. Yəni da bu qrafik belə yuxarı sağa doğru yox, sağdan sola doğru gedəcək. Burada yenə bir qeyd edilsin. Niyə görə bir qeyd edilsən? Bayaqki söhbət. X-in 0 qiymətində y nə alır orada? 1 alır. Oldu? Bəli, mənim aydın. Üslü funksiya bu qədər. Bir dənə də üstündən keçək. Y bərabərdir a üstü x funksiyası üslü funksiya olacaq. Burada iki şərtimiz var. Əgər a 1-dən böyükdürsə, deməli artandır. Qrafikin yaşılla yazmışam, soldan sağa doğru gedəcək. Yox, kəsr ədəddirsə, yəni 0-1 arasındadırsa azalan funksiya olacaq. Misal göstərmişəm 2 ilə 1 üstü x. Qrafikdəki soldan sağa doğru gedəcək. Oldu mu? Bəli, mənim. Birdən Nihat, bəs belə bir şey olsa bala. Məsələn, qabağında bir mənfi işarəsi olsa, onda nə edərik? Məsələn, tutaq ki, y bərabərdir mənfi 3 üstü x. İndi bu nədir? Bu haqda nə deyə bilərsən? İndi birdən bayaq dediyim deyərsən. Deyərsən, müəllim, biz dediyim mənfi olanda üslü funksiya deyil. O başqa şeydir, ha. Mənfi 3 üstündə x olsa, bu üslü funksiya deyil. Amma buradakı mənfi 3-ə aid deyil və qabağına, obş ifadəyə aiddir. Bu üslü funksiyadır. Bəli. Bəs bunun qrafiki necə olacaq? Heç nə, qulaq as. Qrafiki mənfidən başlayacaq. Normalda 3 üstü x-in qrafiki necə idi? Soldan sağa doğru getmirdi, belə. Bəli. Buradan. Bu da elə bil nə olacaq? Bu nöqtədən belə gələcək. Əksinə doğru. Aydındır? Bəli, mənim aydındır. Qutardı, getdi. Deməli, əslində bir dənə bir şey səhvdədir. Nihat, mənfi 1-dən başlayacaq buradan. Çünki x-in yerinə 0 qoyanda 3-də 0, 1 edir. Qabağındakı mənfiyə görə nə olmalıdır? Mənfi 1 olmalıdır. Oldu? Bəli, mənim. Bəli, bəli. Yəni, əgər ifadə mötərizənin o ədəd mötərizənin içindədirsə, üstü x o, görürsən ki, üstünə xətt çəkmişim, üstü funksiya deyil. Amma mötərizəsiz mənfi yazıbsa, bu ifadənin mənfi olduğunu göstərir, yəni obşi funksiyanın. Bunun da qrafiki nədir? Normalda ifadə özü müsbət olanda necə idi? Onu elə bir simmetrik olaraq əksinə qatlayırsan. Oldu Nihat? Bəli, mənim aydındır. İndi gəldik loqaritmik funksiya. Loqaritmik funksiya nədir?
Loqaritmik funksiya üslü funksiyanın tərsidir. Biz funksiyanın tərsini keçəndə yadında demişdik ki, funksiyanın tərsini tapanda x ilə y-in yerini dəyişirdi. Üslü funksiyada da x ilə y-in yerini dəyişəndə alınan yeni ifadə loqaritmik funksiya adlanacaq. Tərifi qalsın öz yerində. İndi gəl buna aid hansı qaydalarımız var baxaq. Məsələn, yazıram loqaritma əsasdan b. Nihat, burada da a böyükdür 0, həmçinin b də böyükdür 0. Mənfi ola bilməz. Oldu? Birinci Aydın əsas qaydası. Sonra ikinci qayda. Loqaritma a əsasdan b məsələn bərabərdirsə bir x-a. Buradan b-ni tapanda nə olur Nihat? A üstündə x. Məsələn, misal B. göstərsək, loqaritma 3 əsasdan x bərabərdirsə 2-yə, tutaq ki. Buradan x-i tapanda nə olacaq? 3-2, yəni 9. Aydındır? Bəli, mənim aydındır. Sonra üçüncü qaydamız nədir? Nəyə bilməlisən? Loqaritma a əsasdan a. Nəyə bərabərdir Nihat? 1-ə. 1. Çünki yuxarıdakı qaydaya əsasən o yuxarıdakı a bərabərdir, aşağıdakı a-nın üstündə nə isə. İndi a bərabərdir, a üstü nə isə. Həmin o nə isə dediyim şey elə 1 olmalıdır ki, a üstü 1 a-ya bərabər olsun. Da düzdür? Bəli, mənim. Məsələn, tutaq ki, loqaritma 5 əsasdan 5. Nəyə bərabərdir? 1-ə, avtomatik. Aydındır Nihat? Bəli, mənim aydındır. Sonra üçüncü növbədə. Üçüncü növbədə nələri bilməliyik? Tələsmə. Var. Məsələn, tutaq ki, loqaritma a əsasdan b üstə gələnsin. Loqaritma Nihat a əsasdan c-yə. Bu haqda nə deyə bilərsən mənə? Əsaslar eyni olanda toplamanı necə yazırdıq? Eyni əsasa gətirdik işte. Yox, əsasları eyni idi. Elə a əsasdan yazmışam. Ekran görsənmir. Görsənir mənim. Əsas eynidirsə, cəmi biz hasıl şəklinə yaza bilirdik. Olacaq nə? A əsasdan b vurulsun c-yə. Düzdür? Bəli. Bəli. Misal göstərsək, tutaq ki, məsələn, yazıram loqaritma a əsasdan 3, belə a nədir? Bir ədəd yazacaqdır. Məsələn, tutaq ki, 3 əsasdan 6 vurulsun, üstə gələnsin loqaritma 3 əsasdan tutaq ki, nə bilim, 5. Bu bərabər olacaq nəyə? 30. 30. Aydındır? Bəli, mənim aydındır. Sonra. Eyni qaydada Nihatda bunu yazmıram, deyirəm. Əgər çıxma olsaydı, nə edəcəkdin? Yəni çıxma bölərdik də elə bir. Bölünməsi olacaqdı. Çıxma olsaydı bölünmə olacaqdı. Aydındır? Bəli, mənim aydındır. Olacaq deyir, məsələn 6 3 əsasdan 6 bölünsün 3 əsasdan 5 bərabərdir 3 əsasdan cavab 5-də 6 olacaq belə bir şey. Problem yoxdur bura qədər. Hayır, mənim yoxdur. Yaxşı. Sonra Nihat, yadında saxla. Məsələn tutaq ki, yazır loqaritma a əsasdan b vurulsun. Loqaritma b əsasdan c-yə. Bu bərabərdir. Bu cür olanda Nihat, bax çarpaz bunlar bir-birini öldürə bilir. Yaxşımı? Bu bərabər olacaq nəyə? Aşağıda a qaldı, yuxarıda c-dir. Misal göstərsək, məsələn, tutaq ki, loqaritma 3 əsasdan 7 vurulsun. Loqaritma 7 əsasdan 27 tutaq ki. Nələr getdi ay Nihat? 7-lər getdi, qaldı nə? Loqaritma 3 əsasdan 27. 27 də Nihat loqaritma 3 əsasdan 3-ün kubu deyil. Bəli, mənim. Bu kub keçəcək qabağa. Olacaq 3 əsasdan 3-də 1 deməkdir də. Bərabərdir nəyə? Elə 3-ə. Oldu mu? Bəli, mənim aydındır. Aha. Nihat loqaritma a əsasdan b üstündə x-dirsə, bu yuxarıda yazdığımızdan bu yuxarıdakı x nə edir? Qabağa keçir. X vurulsun loqaritma a əsasdan b-yə. Bax buradakı söhbət. 3 nə edir? Keçdi qabağa, düzdür? Bəli. Oldu loqaritma 3 əsasdan 3. 3 əsasdan üstə nəyə bərabərdir? 1-ə. 3 vurulsun 1 cavab əldə 3. Aydındır mı? Bəli, mənim aydındır. Bəs Nihat birdən qüvvət aşağıda olsaydı, məsələn loqaritma a üstündə x əsasdan b. Yenə x keçəcəkdi qabağa, amma x kimi yox, bir B. x kimi. Bəli. Oldu? Bəli, Tutaq ki, mənim buna aydındır. bir misal göstərək. Məsələn yazıram. Loqaritma 8 əsasdan 7. 8 nə deməkdir ay Nihat? 2 üstü 3, burada da 7. Bəli. 3 özü yox, tərsi keçəcək qabağa, olacaq loqaritma 2 əsasdan 7. Aydındır? Bəli, mənim aydındır. Yaxşı, sonra. Deməli. Nihat məsələn yazır 1 bölünsün loqaritma
A əsasdan B. Bunu sən loqaritma B əsasdan A kimi yaza bilərsən. Tərsini. Bu misalda sənə çox köməyinə çatacaq. Tutaq ki, məsələn, 1 bölünsün loqaritma 3 əsasdan 2-ni sən nə yazarsan? Normal 2 əsasdan 3 kimi yazmaq olar. Aydındır? Bəli, müəllim, aydındır. Tamam. Məsələn, tutaq ki, belə bir ifadə yazar. Deyər, 1 bölünsün loqaritma 3 əsasdan 7 vurulsun. Ya üstə gəlirsin loqaritma 7 əsasdan nə bilim 5. Deyər, bunu sadələşdir. Sən birincisi necə yazacaqsan? Loqaritma 7 əsasdan 3 yazmırsan. Bəli. O birisi qalıb yerində. Bayaqları qayda dedi. Dedi ki, əsas eyni olanda nə etmək lazımdır? Vur bu. Eyni olanda vururuq. Olacaq 7 əsasdan 3 5-in 15-i. Aydındır? Bəli, müəllim, aydındır. Sonra əsas məsələlərdən biri. Məsələn, hadi yazır A üstündə qüvvət kimi. Loqaritma, məsələn, B əsasdan C. Sənə misalda əgər tələbat varsa, yəni sərf edirsə, sən bu A ilə C-nin yerini dəyişə bilərsən. Olar C üstündə loqaritma B əsasdan A-ya. Harada lazım olacaq deyəsən, misal göstərir. Tutaq ki, yazıram nəhət, belə bir şey. 7 üstündə loqaritma tutaq ki, 49 əsasdan 16. Şimdi bunu sadələşdirmək lazım. Nihayət 49 əsasdan 16 bizə heç nə vermir, düzdür? Bəli. Gəl bununla bunu yerini dəyişək. Olacaq 16 üstündə loqaritma 49 əsasdan 7. Nihayət 49 7 üstü neçə deməkdir? 47 üstü 2. İndi aşağıda deybən nə olacaq? 2 ilə 1 kimi keçdik olaraq, düzdür? Bəli. 7 əsasdan 7. 7 əsasdan 7 sənə 1 vermir. Bəli. Nihayət 16 üstündə 2 ilə 1 qalacaq. Bəli, 16 4 üstü 2 deməkdir. Üstündə 2 ilə 1 yazanda bu 2'lər gedər. 4 üstü 1 cavab ilə nəyə bərabər olacaq? 4'ə. Aydındır? Bəli, müəllim. Problem yoxdur ki. Bəli, müəllim. Yaxşı. Sonra nihayət yazacaq məsələn LCA. Nə deməkdir bu? LC yazılanda nə deməkdir? Əsas neçə olur? Yazıb gedəm. Bilmədim mən. LC yazılanda, yəni loqaritmanın əsası 10 deməkdir. 10 əsaslama deməkdir. Yaxşımı? Bəli. Məsələn, tutaq ki, yazar LC 1000. Yer bunu hesabla. Olacaq LC. Nihayət 1000 nə deməkdir? 10 üstü 3 deməkdir, düzdür? Bəli. 3 keçəcək qabağa. LC 10 əsaslan demək deyil. Burada da bir dənə nə var? 10. 10 əsaslan 10 olacaq 1. 3 ilə 1'ə vuranda nə oldu? 3'ə. LC 100. 10 üstü 2 demək deyil. O da 2'ə bərabər olacaq. Nə bilim 10.000 olsa 4'ə bərabər olar. Və say. Yaxşı? Aydındır mən. Tamam. L-nı görsən, L-nı. Bu loqaritma Y əsasdan A deməkdir. Oldu Nihat? Bəli, müəllim. Problem yoxdur ki. Xeyr, müəllim. Evet. Funksiyalarla aid qaydalar bu qədər. Sonra tənlikləri var. Tənliklərdə də eyni qaydadan istifadə edəcəksən. Tutaq ki, məsələn, misal gör. Bir də bunun xassələri var. Xassələri var. Loqaritmik funksiyanın xassələri, yəni funksiyalarını soruşacaq səndən. Belə qrafikiniz. Bayaqları dedi, qrafikinama yazmaq fikrimdən çıxdı. Qoy onu bir dənə yazın. Nihayət, məsələn, loqaritmik funksiyanın, loqaritma A əsasdan B-də. Bayaqlar dedik ki, A da B-də sıfırdan böyüdür. Düzdür? Bəli. Deməli, Nihat, əgər A 1-dən böyüdürsə, A 1-dən böyüdürsə, bu yenə artan olacaq. Düzdürmü? Bəli. Artan və artanın qrafiki. İndi loqaritmik funksiya, bayaqları dedim, axı sənə birinci izahda nə dedim? Dedi ki, üstü funksiyanın tərsidir. X-dən Y-in yerini dəyişir. Düzdür? İndi X-dən Y-in yerini dəyişirsə, Nihat, dahi bu, elə bil, Y-i kəsməyəcək, X-i kəsəcək. Sənin qrafikin belə gedəcək. Aydındır? Bəli, müəllim, aydındır. Yox, kəsir olsa, birdən kiçik, sıfırdan böyük olsa, azalan olar. Düzdür? Aha. Bunun da qrafiki nə olacaq, Nihat?
eyni şeyin tərsi. Yəni necə bir şey gələcək görək? Belə aşağı gələn. Bildin? Bəli, müəllim, Bunlar aydın. da bir nöqtəsi də bilirsən bayaqki söhbət. Üstü 0 olanda nə olur? 1-ə bərabərdir. Xassəsin başa düşdü? Bəli, müəllim, başa düşdüm. Sonra təyin oblasti var, qiymətlər çoxluğu var. Bunu funksiyalar keçəndə də demişik. Söhbət loqaritmik funksiyadan getməyir. Təyin oblastını deyəndə ancaqsan və ancaq x-a baxacaqsan. Qiymətlər çoxluğu deyəndə nəyə baxacaqsan? Obşi ifadəyə baxacaqsan. Oldu? Aydındır müəllim. Tutaq ki, məsələn, burada belə bir misalımız var. Elə testimizdə 5-ci sual deyirəm. Deməli, yazıb ki, nə yazıb? Sadə bir sual. Yazıb loqaritm y bərabər loqaritma deməli 2/1 əsasdan. Ya bunu bir dənə hələ ki mən 2 yazıram, tələsmə. 2 əsasdan yazıram. X üstəgəl 1. Deməli, Nihat, bayaqlar dedik ki, bu ifadə nə olmalı? 0-dan böyük olmalı, düzdür? Bəli, müəllim. Deməli, x üstəgəl 1-i böyükdür 0 götürsən, x də böyük olacaq nədən? -1-dən. Oldu mu? Aydındır müəllim. Aha. Deməli, sənin cavabın olacaq. Bir dənə. İndi burada 2/1 vermişdi deməli. Всё. -1-dən böyük qiymət olacaq. Aydındır Nihat? Bəli, müəllim, aydındır. Qurtardı getdi. Aha. İndi burada bir məsələ var Nihat, bir məsələ var. Məsələn, burada bizim misalımızda y bərabərdir loqaritma 2/1 əsasdan x üstəgəl 1 verir. 2/1 olanda işarə əksinə dəyişəcək. Yəni x üstəgəl 1-i böyükdür 0 yox, kiçikdir 0 götürəcəksən. Aydındırmı? Elə bir niyə Bəli, görə müəllim, aydın. işarə əksinə dəyişir. Elə bir nə olacaq? Məsələn, tutaq ki, mənfi olmalıdır ki, onu böyüdəsən. Düzdür? Bəli, müəllim. O da olacaq x kiçikdir -1-dən. X kiçik olsa -1-dən. Aslında biz nəysə elə bir səhv yazdıq. Bir dənə sən loqaritmik funksiya və onun xassələri oradan 5-ci sualın cavabına bax. ...62 dənə sual olan bölmə. Cəld ol bir dənə. Baxıram mən. 5-ə 5 də variant. D variantı. -1 müsbət sonsuzluq. Hə. O mən dediyim başqa şeydir Nihat. Bunu burada o tənliklərdədir. Mən bir dənə burada qarışdırdım. Üzr hesab edin. Bax 2 də olsa, 2/1 olsa da sən üstünə baxırsan da ancaq nə olacaq? 0-dan böyük götürəcəksən, füsyon. Cavab olacaq -1 müsbət sonsuzluq D variantında. Aydındır? Aydındır. Bəli, müəllim, aydındır. Müsbət sonsuzluq. Yəni qısa və konkret loqaritmik funksiya. O mən dediyim o bayaqki işarə dəyişməsi, o loqaritmik bərabərsiz, məsələn, tənliklər və bərabərsizlərdə misallar var, indi deyəcəm, bax orada lazım olacaq. Deməli, burada xassəsində, məsələn, səndən təyin oblastını soruşursa, o həmin ifadəni necə 0-dan böyük götürəcəksən, füsyon. Oldu Nihat? Bəli, müəllim, aydındır. Qurtardı getdi. Buna ayrı başqa misal çoxdur, yəni hamısı eyni şeydir demək olar. Gəl tənliklərindən baxaq. Məsələn, tənliklərində hansı tip misallarımız var? Gəl ona baxaq. Məsələn, üstü və loqaritmik tənliklər bərabərsizlər bölməsində elə birinci suala deyirəm sənə. Məsələn, birinci sualda nə verib? Yazıb ki, LC x bərabərdir 2 çıxılsın LC 5. Deməli, Nihat, 2 LC yazılanda bildin ki, 10 əsaslan deməkdir, düzdür? Bəli, müəllim. 10 üstü 2 nəyə bərabərdir? 10 üstü 2 100-dür. 100-ə bərabərdir. Deməli, sən 2-nin yerinə LC 100 yaza bilərsən, Nihat? Bəli, müəllim. İndi hər ikisi LC, yəni əsası 10-dur. Biz də bayaqlar dedik, əsas eynidirsə toplamanı hasil kimi, fərqi də nisbət kimi yazırdıq. 100-ü 5-ə böləndə nə qalacaq Nihat? 20. 20. Oldu LC x bərabərdir LC 20-yə. Buradan LC sözünə bir dənə təpik vurursan gedir. X bərabər nə qalacaq bala? 20. Variant olaraq desə Y variantı. Aydındır? Bəli, müəllim, aydındır. Bir başqasına baxaq, məsələn, tutaq ki, 10-cu sual. Deməli, 10-cu sualda yazıb ki, sənə loqaritma 3 əsasdan 2 çıxır.
bərabərdir 2. A-nın yerində elə bil bu durub da, belə bir şey. Yazacaqsan 2 çıx 3 bərabərdir. Və buradakı 3-ün üstündə bu qüvvət 2-yə. Oldu 2 çıx 3 bərabərdir 9. 2x bərabərdir 12. X də bərabər 6. Aydındır? Variant olaraq desək B variantı. Sonra üstü funksiya aid suala baxaq. Məsələn 21-ci sual. 21. Nə deyir 21-ci sualda? Yazıb 3-də 5-in üstündə x bərabərdir 25-də 9. Nihat, 25 nəyin qüvvətidir? 502. 9 nə deməkdir? 9 302. Deməli bu 5-də 3-ün kvadratıymış, düzdür? Bəli. Birinci ifadə ilə Nihat 3-də 5-dir, amma burada 5-də 3-dür. Bunu sən 3-də 5 üstündə mənfi 2 kimi yaza bilərsən? Bəli. 3-də 5-lər getdi. X bərabər oldu nəyə? Mənfi 2. Qutarı getdi. Aydındır da? Bəli, aydındır. Üstü funksiyadan, bax, loqaritmadan 2 dənə sualın 100%-dir. Bir dənə funksiyalardan düşəcək. Bir də bu bölmədən düşəcək. Keçən dəfə dərs izahında imtahana düşə biləsi sualların izahını dedim. Hər halda qayda baxdım, dərsdə deyəydin ki. İmtahan sualları, ikinci qrupun qəbuluna bilmirəm, baxmısan yoxsa baxmamısan. Əksər suallar dediyimiz kimi eynidir. Nə demişəmsə o form. Demirəm, mən həmin misal aparıb əlimlə qoymuşam ora, yox. İndi 3-də 5 düşməyəcək, 7-də 2 düşər, nə bilim 9-da 4 düşər. Qayda eyni qaydadır. Fikrim aydındır sənə? Bəli, aydındır. Yəni, məsələn, açıb baxsan, dediyimdən kənar heç nə düşmür. Nə demişiksə, ancaq həmin dediyimiz qaydalara əsasən misallar düşür. Nəysə, bu belə. Gəl bunu bərabərsizliyini də aydın misal yazaq, sonra keçərik sənin evdəki misallarına baxarıq. Deməli, Nihat, elə loqaritmik bərabərsizliklərdə birinci suala baxaq. Birinci sual nədir? Yazıb 5 üstündə 2x üstə gəl 1 bölüşdür 25-dən. 25 nədir ay Nihat? 502. 502. Yenə də bu 5-ləri bir dənə təpik vuracaqsan, yerdə nə qalacaq? 2x üstə gəl 1 bölüşdür 2-dən. 2x bölüşdür 1-dən. X də bölüşdür 2-də 1-dən. Cavab olacaq 2-də 1 müsbət sonsuzluq B variantı. Aydındır? Bəli, aydındır. Normal bərabərsizlik kimi həll edirsən. Aha, indi bir eləsən deyəcəm, indi buna bax. Məsələn. Tutaq ki, nədir? 11-ci sual var burada. Gəldən 9-da yazaq, sonra keçək 11-ə, 9-da. Deməli, 9-da üstü funksiyanı, üstü bərabərsizliyidir. İndi birazdan loqaritmik bərabərsizliyi deyəcəm. Yazıb 3-də 1 üstü x bölüşdür 9 üstündə 2 çıx 1. 9 nə deməkdir Nihan? Bitti. Bunu sən 3 üstündə 2-ni bura vuranda 4 2 çıx 2 kimi yaza bilərsən. Bəli. Aha. Və bunu 3 üstündə yox, 3 yox, daha doğrusu 3-də 1 yazıb üstü mənfi ifadə kimi yazmaq olar. Bəli. İndi bir dənə təpik vurursan bunlara, yerdə nə qaldı? X bölüşdür mənfi 4x üstə gəl 2. 4x o tərəfə də üstə toplanacaq olacaq 5x bölüşdür 2-dən. X bölüşdür 5-də 2, yəni 0,4-dən. Cavab oldu 10'da 4 müsbət sonsuzluq. Hə. Səndən də ən böyük qiyməti soruşursa elə nə olacaq? 1 olacaq da. Aydındır? Bəli. Aha. Deməli, 10-cu suala baxaq. Deməli, 10-da yazıb loqaritma 0,2-yə əsaslan x nədir? Kiçikdir mənfi 2-dən. Deməli, Nihat, qaydaya görə biz normalda x kiçikdir 10'da 2 üstündə mənfi 2 yazmalıyıq, düzdür? Deməli. Burada nə olacaq? 10'da 2 Nihat, deməli, ixtisacən 5'də 1 deməkdir. 5'də 1 deməkdir. Bu da bunu elə bil 5 üstündə 2 olacaq. Bunlar 25. Deməli, x kiçik oldu nədən? 25'dən. Düzdür? Bəli. Ən kiçik tam həllini tap. 10-cu sual deyir, ən kiçik tam həllini. 25'dən kiçik ədəd Nihat 24, 23, 22, nə bilim, ta mənfi sonsuzluğa doğru getdi. 25'dən kiçik ən kiçik ədəd deyə bilərsən sən.
Mümkün deyil də sonsuza doğru gedir. Düzdür? Bəli müəllim. Deməli biz burada nəsə bir səhv eləmişik. Səhvimiz nədir? Bayaqları dedim ha mən bunu burada yox, başqa yerdə deməliydik. Bəli, buradaydı. İşarə dəyişmək söhbəti var. Burada eləyəcəksən. Əgər ədəd kəsirdirsə, işarəni dəyişəcəksən. Kiçikdirsə böyükdür, böyüksə kiçik götürəcəksən. Olacaq x böyükdür 10-da 2, yəni 5-də 1 üstündə -2-dən. Bu da olacaq x nəsə böyükdür 25-dən. 25-dən də böyüyən kiçikdə nədir? 26. Aydındır mı? 26. Bəli müəllim. Yəni əgər baxırsan ki, orada kəsr ədəd isə mütləqdir ki, işarəni dəyişmək lazımdır. Всё. Amma məsələn tutaq ki, indi kəsir olmayana baxaq. Kəsir olmayan bir sual deyirəm sənə. Məsələn 21-ci sual. Yazıb loqaritma 2 əsasdan 3 üstündə 2 çıx 11. Bölüşdür 4. Kəsir deyil ki 2 düzdür nihayət. Deməli nə etmək lazım? Belə olduğu kimi. Bəli. 3 üstü 2 çıx 11-i bölüş 2 üstü 4-dən götürəcəksən nihayət 2 üstü 4 neçə eləyir? 16. Olacaq 3 üstündə 2 bölüşdür 27-dən nihayət. 27-də 3 üstü 3 deməkdir axı. Bunlar gedəcək. X böyük oldu 3-dən. Razısan məndən? Bəli müəllim. X böyük oldu 3-dən. İndi qulaq as. Olacaq 3 müsbət sonsuzluq. Həqiqətən həbs yox. Cavab oldu C variantı. Aydındır? Bəli müəllim. Loqaritmik qaydalara, loqaritmik funksiyalarına da, üslü funksiyalara da, üslü və loqaritmik tənliklər bərabərlikləri də aid qaydasında dediyi misal dedir. Bu qədər. Yəni bax bu dediyimdən kənar sənə heç nə düşə bilməz imtahanda. Yəni buna mən Aydın. başımdan cavab deyirəm. İndi evdə yazdığım misallardan hansılar qalıb səhifəsi ilə mənə de baxaq. Səhifə 83-də deməli 15-ci sual. Neçə qədər demişdim yazmağı Nihat? Birinci bölümə vermişdi Ramiz. Deməli neçənci sual dedin? 15-ci sual. 5 nə? Təyin oblasti deyəndə deməli Nihat şeyə baxacağıq. X-a. Bəli. Deməli yazıb y bərabər bana 1 bölünsün. Bir dəfə 2 üstündə kök 2 çıxılsın 5 üstündə mənfi kök 6 x. Kök 6 həmişə nə olmalıdır ha Nihat? Müsbət. Müsbət. Deməli sən bir dəfə bu ifadəni x böyük bərabər 0 götürəcəksən. Bir dəfə də bunu mənfi x böyük bərabər 0 götürəndə Nihat x kiçik bərabər 0 olur, düzdür? Bəli müəllim. Nihat birində böyük bərabər 0, birində kiçik bərabər 0. Ona görə nə olacaq cavab? Böyük bərabər 0. Mənfi sonsuzluqla müsbət sonsuzluq. Yox, ikisi üçün ortaq qiymət istəyirəm. Bir də deyə bilərsiniz müəllim. Bax bu kökə görə böyük bərabər 0 oldu. Bu mənfiyə görə işarə dəyişdi, kiçik bərabər 0 oldu, düzdür? Bəli. İndi bunların ikisi üçün ortaq cavab nə olar səncə? 0. 0, bəli. Əgər bu bərabər yox, böyükdür 0, kiçikdir 0 olsaydı, boş çoxluq idi. Ortaq da olmayacaqdı. Amma hər ikisində axı ortaq 0 var. Cavab oldu 0, variant olaraq A variantı. Aydındır? Bəli müəllim. Bəli müəllim. Sonra Nihat, başqa? Ondan sonra qalıb 17. 17 hanı? Heç nə. Deməli. Nihat, kosinüsün qiymətlər çoxluğu nədir? Mənfi 1 müsbət 1. Yerinə qoyursan. Deməli yazıb 2-də 1 üstündə kosinüs qoyuruz. Bir dəfə 2-də 1 üstündə Nihat 1 yaz. Olacaq elə nəyə? 2-də 1. Bir dəfə də 2-də 1 üstündə mənfi 1 yaz. Mənfi 1 olanda da fırlanın tərsinə də 2. Deməli bu ifadə nə oldu? 2-də 1 2 hardadır? B variantı. Daxildir ha özdə. Bəli müəllim. 2-də 1 ilə 2. Bunu özün yazmalıydın. Sonra Ondan sonra qalıb 25. baxırıq 25-ə. Bunlarla elədim. Deməli qulaq as. 25-də. Yazıb y bərabər Nihat. Kök altında. 2 mənfi x kvadrat çıx 2x üstə gəl 5. Nə soruşur səndən? Bizdən soruşur ki, iyilik bərabər funksiyasının qiymətlər çoxluğuna daxil olan tam ədədlərin sayını tapın. Tam ədədlərin sayını tələsmə. Deməli biz burada nə məntiq irəli sürək? Kökü böyük bərabər 0 götürsək. Sözsüz onsuz 0-dan böyükdür heç. Bunun ən böyük qiymətini aha. Gəl bu üstü var ha Nihat. Bəli.
bunun ən böyük qiymətini tapaq. Ən kiçik qiymətdəki kök 0 olacaq da bilirsən. Düzdür? Deməli, bu Bəli, müəllim, ifadənin ən böyük qiyməti, yəni əbq n bərabər bilirsən 4ac çıx b kvartı bölsün 4 adı. bəli, Düzdür? 4'ü vurdum mənfi 1'ə, elədi mənfi 4. Vurdum 5'ə, elədi mənfi 20. Çıx b kvartı 4 bölünsün 4a'ya, yəni mənfi 4'ə. Nihat, mənfi 24'ü mənfi 4'ə böləndə nə düşəcək? 6. Düzdür? bəli. Oldu 6. Aha. Deməli, sənin cavabın 0'dan Nihat. Kök 6 2 üstü 6'ya qədər oldu. Düzdür? Nəsə Bəli, 2 üstü 6'dan da Nihat. Kök 6 2 üstü 6'dan da 2 üstü çıxır. Buna ne deməkdir? 8 Bəli. deməkdir. Düzdür? Bunu buradan silək, birbaşa 8 yazacaq. İndi bax, 0-8 arası cəmi soruşuyor. Sayın. Deyir ayəni. Sayın. Deməli Nihat. Bir dənə cavabına bax, gör, D verib. Yoxsa Y. Y variantı. Əslində bu 0-8 arasında axı Nihat 9 dənədir. Niyə görə Y götürdü səncə? Sıfırı qoyandım, mənfidir də. İndi qulaq as mənə. Bu biraz bərabərsizlik mövzusu. Mən həmişə demişəm, diqqətli olmaq lazımdır. Normalda kök 6 böyük bərabər 0-dır, düzdür? Amma bayaqları mən üstü funksiya, bu üstü funksiyadır. Üstü funksiya 0 ola bilirdi. Yox, xeyr mənim. Ola bilmirdi axı, düzdür? Ona görə nə olurdu? 0-dan böyük qiymət. 0'ı alınır. 1, 2, 3, 4, 5, 6 ta belə gedəcək. Aydındır? Bəli mənim, aynen. Sonra Nihat? Ondan sonra qalıb məndə 35. Səndə qalıb 35. 35-də Nihat bayaqçındandır da o kosinüs. Sinusun qiymətlər çoxluğu nədir bana? Mənfi 1-1. Yox. Bir dəfə mənfi 1 qoy, bir dəfə də 1 qoy da. Eyni şey. Əlavə. Ondan sonra bitdi mənim. Yox, bitdi yox mənim. 39 qalıb. 38 yazıbsan. Mən təkrar işləmişəm mən. 38 vacibi sual. Gəl 38 yazaq. 39 problem deyil. 39 bundan deyirəm. Bu 25-in sualını edirəm, amma 38 vacibidir. Gəl baxaq 38-in. Deməli, Nihat. Şəkili bir dənə çəkəm. Mən şəkil çəkənə qədər sən fikirləş. Ədəd qoymaq nə eləmək olar? Bilmirəm, bir dənə fikirləş. Mən hələ heç oxumamışam misalı. Sadəcə şəkili gördüm, maraqlı gəldi. Sahə falan istəyib. İkili misaldır da. İmtahanlarda, blok imtahanlarda ən çox ikili sual düşür. Yəni, həm məsələn tutaq ki, sahəni əhatə edin, həm loqaritməni əhatə edin. Həm naturalı əhatə edin, həm faizi əhatə edin. Bu tip suallar çox düşür. Bura A nöqtəsidir. Neyse, bunu gətirib, bura birləşdirib. Səndən bu figurun sahəsini istəyir. Deməli, nə deyir? Deyir, şəkildə A və B nöqtələri Y bərabərdir, Nihat. 2-nin üstündə x üstəgəl 3 çıx 4. Üstü funksiyasının koordinat oxları ilə kəsişmə nöqtələridir. A və B üçbucağının sahəsini soruşur. Deməli, Nihat, A nöqtəsinə görə baxsaq. A nöqtəsi hansı oxun üzərindədir? A nöqtəsi X üzərində. X-in üzərində B Y nöqtəsi 0 olacaq, düzdür? Bəli. Deməli, 2 üstündə x üstəgəl 3 çıx 4-ü bərabər 0 götürsən, olacaq 2 üstündə x plus 3 bərabərdir 4-ə, yəni 2 üstü 2-yə. X üstəgəlisin 3-ü bərabər etsən 2, x bərabərdir mənfidir. Deməli, bura nəymiş Nihat? Mənfidirmiş. Sonra Nihat, B nöqtəsinə görə baxsan bana. B nöqtəsi Y-in üzərindəcə x-i 0 olacaq. Deməli, Y bərabərdir 2 üstündə 0 üstəgəl 3, yəni 3 çıx 4. 2 üstü 3 8-dir, 8-dən 4 çıxanda nə qalacaq elə 4. Deməli, burada nəymiş? 4'müş. İndi bu azara qalmışın sahəsini soruşursa, düzbucaqlı üçgen sahəsi katedrasının yarısı 4 vurulsun 1. Deyərsən müəllim mənfi 1'də, amma məsafə mənfi 1 olmur. Cavab oldu 2. Aydındır? Bəli mənim, aydın. Qeydirə görüm. Qeydərdim. 39 da obursu ilə də emin tapatsan Nihat. Bildim mən. Sonra başqa? 45. Sonra 45.
5. Qiymətdə çoxluğun tapın. Gəl tapaq, görək nədir. Modul mənfi ola bilər. Xeyr. Ən minimal halda 0 olur, düzdür? Bəli. Deməli, y bərabərdir 3 üstündə 3 nə? Çıxılsın, 5 vurulsun. Modulda x üstə gəl 2. Deməli, bunun birinci ən böyük qiymətini tapaq. Yəni. Ən böyük olması üçün bu 3-dən ən kiçikdə də çıxmalısan ki, üstü daha böyük qalsın. Elə bir ki, təsəvvür mənim müəyyən bir məbləğ pulum var. Mən o puldan çox saxlamaq üçün az xərcləməliyəm. Nə düzdür? Bəli, mənim aydın. Ən minimalda modulun üstə 0 qoyacaq. Olacaq 3 üstündə 3 çıx 5 vur 0. Oldu 3 üstündə 3 27. Ən böyük qiyməti 27-dir. Ən kiçik qiymətdəki üslü funksiyada da 1-dir. Deməli, nə olacaq yəni? 1-dən 27-yə qədər. Nə soruşur səndən? Biraz soruşur ki, qiymətə soruşur. 1.27. Aydındır. Bəli. Başqa? Ondan sonra axı bəli. Ondan sonra 47. Nihat 47-ci sualda şəkili artan funksiyanın şəkildir, yoxsa azalanın? Artım. Artan. Niyə görə? Çünki Qalxır soldan sağa da. doğru gedir, düzdür? Bəli. Belə gedibsə, avtomatik nəymiş? Artanmış. İndi sənə tənliyi yazıb y bərabər 8 ay. Mən toplama yeni cəm dəyişmir də bilirsən. A kvartını atıram qabağa. Mənfi A kvartı. Üstə gəl 8 A çıx 11. X. Deməli bu artandır. Artandırsa nə edəcəm? 0-dan belə 1-dən böyük götürəcəm. Mənfi A kvartı üstə gəlsə 8 A çıx 11 bölüşdür 1-dən. Mənfi A kvartı üstə gəlsə 8 A çıx 12 bölüşdür 0. Hər tərəfi mənfiyə vursan, A kvartı çıx 8A, üstə gəl 12 kiçikdir 0. Viyyətə görə cəmi 8 hasili 12, 2 ilə 6-dır. A çıx 2, A çıx 6 kiçikdir 0. Məsələn, burada da nə qoysan? 5-i qoysan ödəyər. Deməli, 2-6 arası olacaq cavab. Aydındır. Bəli, mənim aydın. Cəmi soruşur, 3, 4, 5-də toplayırsan gedir. Başqa yoxdur ki? Xeyr, mənim yoxdur. Hər şey aydındır. Bəli, mənim. Tamam. Yəni dərsi kaydedək.